Hər bir insan dünyaya bir iz qoymaq üçün gəlir. Kimi yaratdığı əsərlərlə, kimi qazandığı uğurlarla, kimi isə etdiyi yaxşılıqlarla yadda qalır. Elə insanlar var ki, onların həyat yolu mərhəmət, sevgi və xeyirxahlıq üzərində qurulub. Bu insanlar təkcə yaşadıqları dövrdə deyil, gələcək nəsillərə də ümid, inam və nümunə bəxş edirlər. Belə insanlardan biri də Leyla Əliyevadır. Onun fəaliyyəti təkcə bir sahə ilə məhdudlaşmır. O, şair, yazıcı, ictimai xadim, ekoloq və xeyriyyətçidir. Ancaq bütün bu fəaliyyətlərin mərkəzində bir amal dayanır: insanlara faydalı olmaq. Leyla Əliyevanın yaradıcılığı sevgi, insanlıq, vətən, təbiət və mənəvi dəyərlərlə zəngindir. Onun şeirlərində insan ruhunun incə duyğuları, həyata sevgi və xeyirxahlığa çağırış hiss olunur. Onun qələmə aldığı misralar oxucunu düşünməyə, həyata fərqli baxmağa və yaxşılıq etməyin əsl dəyərini anlamağa sövq edir. Şairə üçün söz sadəcə ifadə vasitəsi deyil. Söz insan qəlbinə yol tapan, insanları bir-birinə yaxınlaşdıran mənəvi körpüdür. Leyla Əliyevanın həyatının ən önəmli istiqamətlərindən biri xeyriyyətçilikdir. Onun dəstəyi ilə həyata keçirilən çoxsaylı sosial layihələr minlərlə insanın həyatına ümid gətirib. Kimsəsiz uşaqların qayğı ilə əhatə olunması, xüsusi qayğıya ehtiyacı olan insanların dəstəklənməsi, az təminatlı ailələrə yardım göstərilməsi, müxtəlif sosial proqramların reallaşdırılması bu fəaliyyətlərin yalnız bir hissəsidir. Onun üçün xeyriyyə sadəcə yardım etmək deyil. Xeyriyyə insanın yanında olmaqdır. Leyla Əliyeva uzun illərdir ətraf mühitin qorunması istiqamətində müxtəlif layihələrin həyata keçirilməsinə dəstək verir. Leyla Əliyevanın fəaliyyəti göstərir ki, yaxşılıq sərhəd tanımır. Milliyyətindən, dinindən, yaşından asılı olmayaraq ehtiyacı olan hər kəs diqqət və qayğıya layiqdir. Məhz bu düşüncə onun həyata keçirdiyi layihələrin əsas fəlsəfəsini təşkil edir. Hər insanın həyatda bir missiyası olur. Kimisi iz qoyur, kimisi yol göstərir. Yaxşılıqsa zaman keçdikcə daha da böyüyən bir işıqdır. Leyla Əliyevanın yaradıcılığı, xeyriyyə fəaliyyəti və həyata keçirdiyi layihələr bu işığın insanlara çatmasına xidmət edir. Çünki əsl zənginlik sahib olduqlarımız deyil, əsl zənginlik paylaşdıqlarımızdır və insanın ən gözəl izi onun etdiyi yaxşılıqlardır. Çünki əsl zənginlik sahib olduqlarımız deyil, əsl zənginlik paylaşdıqlarımızdır və insanın ən gözəl izi onun etdiyi yaxşılıqlardır. Doğum gününüz mübarək. Azərbaycan gəncliyinin idealı.